Salam, xoş gəlibsiniz bu videoya. Mənim adım Bolfazdir və bu videonun da mövzusu bəlləsi laptop Nitro V15 Acer-dir ki, təqribən mən 2-3 aydır istifadə edirəm və test gamini də qabaqda qoyacağam. Görək, ərzişi xəridi var ya yoxdur. Məndən həmrəh olun, gedək görək. Əvvəl mövzusuna gedək ki, bədənə və şasisidir ki, kollan alüminiumdan düzəlibdir. Bəli, o alüminiumdan da ki, ziddi hal ola. Məncə deyərsiniz ki, bir dənə məsələn səfeh cinsi ola, yaxcı alüminiumdandır. Və əsasən qoşu da ki, üstündə çox az qalır. Məsələn, o cür ki, deyərsiniz, vay, elə məsələn dəydim, tez məsəl əsasən qoşdu özünə cəzb eləyir. Əslən o cür deyil. Və keyboardu da ki, məmuli bir keyboardu deyil. Məncə nə səfeh deyə bilərəm ki, səfehdir, nə deyə bilərəm ki, çox yaxşı keyboardlardır laptopların içində. Bir də məmuli keyboardu deyil və o trackpad-i də ki, deyə bilərəm bu da elə məmuli bir şeydir. Nə məsələn çox yaxşı bir şeydir, nə səfeh bir şeydir. Elə deyə bilərəm miyanvədə bir keyboardla trackpad-dir. Və səfə nümayişi də Full HD-dir, ya həman 1080x1920-dir. 144 frame-dir, ya hertz-dir ki, vaxt ki bərqidə olur, 300 nit cəhət roşənayisini verə bilir. Vaxt ki bərqdən çıxardırıq batırın, üstündə işləyir, təqribən 250 beyni 280 nit cəhət səfə nümayişinin roşənayisidir. SRGB-si də 68%-dir ki, bir dənə məmuli bir rəqəmdir. Vəli gamer-də yaxşıdır, pis deyil. Məsələn, bəzi adamlar ki, təxəssüsü məsələn tərrahza deyirlər, şahid onlara münasib olmuyor. Vəli məsələn gamerlərə ya məsəl tədmin editorda yaxşıdır, pis deyil. Və yetişək portlara ki, səmti çəpdən başlayaq ki, əvvəldə bir dənə dərgahı şarjı var, bir dənə dərgahı LAN-i və bir dənə HDMI 2.2 ki, eləyə bilər 4K-də 60 frame xuruci HDMI ola. 2 dənə USB CO2-dir və bir dənə dərgahı Type-C-dir ki, eləyə bilər 100 watt xuruci bərqi ola. Səmtdə aslında yetişək ki, bir dənə xuruci fəni var, bir dənə da yenə də USB CO2-dir və həm də bir dənə də jack 3.5 mm. Cihaz port təqribən kamildir. Xub, yetişək bunun səxt əfzar qismətinə ki, bunun bir dənə nöqteyi qüvvəti ilə səxt əfzarı hesabında olur. Ki, CPU-si i7 nəsli 13-dir, yaman 13-dir, 16 GB RAM DDR5 vardır ki, mən bir daha da 16 üstünə atmışam ki, ola 32 GB ki, kamil hər bərnaməni və game bir rahat çəkə bilir. Və bunun hafızası da 512 GB-dir. Vəli eləyə bilərlər, bitrə eləyərlər ki, də bir də adam izafə eləməyib. Ki, mən də 512 GB bu qol zamanda əslən az bir hafızadır. Əslən görməz bir məmul adıma deyil demək olar. Mən bitrə də üstünə atmışam ki, təqribən də hər nəmənəni bir rahat da hafızadan kəm gətirməyib. Bir qolu rahat işləyir. Bunun bir daha da nöqteyi qüvvəti həmin o kart qrafikindədir. Kart qrafiki RTX 4060 GB-dir. 75 wattdır. Bəli, düzdür, 75 wattdır. Vəli gamelərdə zətdə çox yaxşı əməlkarı var idi. Mənim özüm qəbl əzin ki, istifadə eləyəm, deydim 75 watt bir dənə CL60-də çox az bir təvandır. Vəli gördüm, yox, yaxşı bir dənə sistem bilə də təhvil verir. Adaptör da ki 135 wattdır və yüngüldür, həm laptopun özü yüngüldür və həm adaptörü ki, laptopun özü 2 kilo yardımdır və adaptör də təqribən 1 kilo zaddır ki, baham olanda təqribən onlar 3 kilo yardım. Xob, gedək bir daha testi gaminə, gedək gamelərdən nəzər əməlkar nişan verir. Game Forza 5-də ki, bir dənə qrafiki bir oyundur. Axərin həddi qrafikisinə ki, qərar qoyuruq. 68 frame miyancin almaq ola bilir. Ki, bir dənə CL60-də laptopa görə çox yaxşı bir framedir. Vaxt ki, haltı haya qərar qoyuruq,
bu frame çox yuxarı gedir. Təqribən olur miyancın 83 frame cinə almaq ola bilər. Və game Wukong'daç taza ərizə olubdur. Tazaç təqribən demək olar 8-7 aydır ki, ərizə olubdur. Axırın hətta qrafikçisi olur sinematik. Miyancın 40 ilə 50-dir ki, təqribən vaxt ki map kiçikləşir, bu 50 ilə 60-a çatda gedə bilər. Və vaxt ki map böyüyür, yəni ayrı maplərə məsəl giririk, miyancın təqribən 45-50 olur. Və vaxt ki tənzimat qrafikçisini qoyduq haya, təqribən miyancın olur 85 ilə 90. Və vaxt ki map kiçikləşir, yenə də frame qalxır, təqribən qalxır 110 frame. Və bəzi mövqelər ki, basfaytların qabağında həcm ərcləri çox olur, ya məsəl bəzi haltay qrafikçilər bir qol çoxalır, o frame hətta yenir 80-a, 70-ə. Mənzur bir dənə sabit framedə qədər tapmır. Mənzur həm qalxır, həm yenir. Bəli, miyancın təqribən 85 ilə 90 miyancın tutmaq olar. Xoş, gedək game əldə edincə ki, kolundan elə həm yap yuxa, həm yap aşağı haltı qrafikdə kollan 60 frame verir. Mənzur game'in öz təbiətidir ki, 60 frame-dən üstə verməz ki, adam bilən nə qədər frame ala bilir. Bəli deyim, kollan həm yap bir işlərində, bir hayda, həm lavda, kollan mediumda, kollan 60 frame verə bilir. خب جدا bir game-i game Red Dead Redemption 2-dir ki, bu game-lərin içində yap qrafikçilərin game həmin bu game-dir. Ki, yap axır yenə hətta qrafikçisində miyancın 45 ilə 50 frame verir. Ki, yenə çelişəstə görə, ya məsəl laptop qrafikinə görə çox yaxşı bir ədəddir. Və vaxt ki, qoyduq haltı mediuma, bu frame qalxır beyni 80 ilə 90. Və yap aşağıdakı frame ki, mən almışam, təqribən 78 frame-dir. Xoş, yetişdik axır videoya. Əgər bu videodan xoşunuz gəldi, like və subscribe də yadınızdan çıxmasın. Və bir daha da ayrı kanalımız var ki, hələ video qoymamışam ona. O da kanalda gaming kanal olacaqdır. Burada da qərar qoyuram. Və nə mənə gamelərdən ki, xoşunuza gəlib, videonun altında komment eləyin. Onları da oynayaq və qərar qoyaq. Və videomuzda qurtardı. Sizi də Allah'a tapşırıram. Xudahafiz.